Salam, hörmətli tamaşaçılar. Patriot Newsun növbəti buraxılış efirdədir. Sizlərlə mən Ceyhun Əliyevdir. Əziz dostlar, bugünkü verilişimiz Kəpəz Peşəkar Futbol Klubunun yeni 2025-2026-cı futbol mövsümünə hazırlıqlarına həsr olunacaqdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, artıq bir neçə gündür kluba yeni baş məşqçi təyin olunubdur. Həmin baş məşqçini Kəpəz azarkeşləri, Gəncə ictimaiyyəti yaxşı tanıyır və biz bilirik ki, Adil Şükürov 2023-2024 futbol mövsümündə Kəpəz klubuna Azər Məmmədovdan sonra gələn məşqçi idi və həmin sezon Kəpəz klubu 9-cu yerdə qərarlaşdı və Premyer Liqada bir təhər, necə deyərlər, yerini qorub saxlaya bildi. Qəbələ klubu isə 1-ci divizyona yollandı. 2024-2025-ci futbol mövsümündə isə baxmayaraq ki, Kəpəz azarkeşlərinin böyük ümidi var idi ki, Adil Şükürov komandanı formalaşdıracaqdır və yeni mövsümü hazırlayacaqdır. Lakin Adil Şükürovun klubun keçmiş idarə heyətinin sədri İlqar Nadiri ilə birlikdə hazırladıqları və yeni mövsümə apardıqları seleksiya işləri onu göstərdi ki, hər ikisinin günahı ucbatından klub həm fiziki cəhətdən futbolçularımız zəif idilər, həmçinin də ki, klubun onsuz da çətin maddi durumunda biraz da onun maddi durumunu ağırlaşdırdılar. Belə ki, 6 oyundan sonra 0 xalla 10-cu yerdə qərarlaşan Kəpəzin baş məşqçinin istifası tələb olundu və Adil Şükürovun bildiyimiz kimi müqaviləsi var idi. Həmin müqavilənin pozulması üçün Adil Şükürov özünə və köməkçilərinə klubun rəhbərindən təzminat istədi və klubun rəhbərliyi bu məsələdə onların, necə deyərlər, həll olunması üçün lazım addımlar atdılar və klubun, bir daha qeyd edirəm, ağır bir maliyyə durumunda onlara təzminat ödədilər və ondan sonra Adil Şükürov klubdan getdi. Və eyni zamanda da həmin futbol mövsümündə Adil Şükürovla İlqar Nadiri tərəfindən keçirilən seleksiya işlərində buraxdıqları səhvlər nəticəsində kluba cəlb olunan futbolçuların bir çoxları ehtiyat skamyada oturdular və heç bir nəticə ilə gündəmdə qalmadılar. Lakin ay-bay öz, necə deyərlər, aylıq məvaciblərini alırdılar. Kluba da heç bir, necə deyərlər, köməklik göstərmirdilər. Və nəticə etibarilə kluba gələn Azər Bağırov klubda yeniliklər etməyə başladı və Azər Bağırov Adil Şükürovun dövründə aparılan seleksiya işləri nəticəsində kluba cəlb olunan futbolçulardan uzaqlaşmaq istədi və belə bir tələbə irəli sürdü. Nəticə etibarilə İlqar Nadiri yenidən bu tələbi yerinə yetirmək üçün həmin futbolçularla danışıqlara başladı və nəticə etibarilə həmin futbolçular da təzminat istədilər. Nəticə etibarilə onların müqaviləsinin xitam olunması müqabilində onlara kompensasiya ödənildi, təzminat ödənildi. Yəni bunlar hamısı deyilməkdə ondan ibarətdir ki, yəni bütün Kəpəz sevərlər dərindən bilsinlər ki, həmin dövrlərdə hansı proseslər gedibdir və bu günləri isə belə bir ciddi problemlə 24-25-ci futbol mövsümündə üzləşən Adil Şükürov, İlqar Nadiri yenidən klubun, necə deyərlər, tərkibində qaldılar. Dəvət aldı yenidən Adil Şükürov kluba və bir neçə gün bundan öncəki çıxışında da qeyd etdi ki, qarşımızda böyük perspektivlər qoymuşuq və seleksiya işləri bu dəfə daha keyfiyyətli olacaqdır, çünki maliyyə məsələlərimiz qaydasındadır. Lakin bir məsələni yenə vurğuladı ki, son sözü klubun rəhbərliyi deyəcəkdir. Mən futbolçu deyiləm. Mən peşəkar hərbiçi və hal-hazırda artıq 6 ildən çox da peşəkar jurnalistəm. Məni bir məsələ maraqlandırır ki, ümumiyyətlə futbol camiyyəsində, futbolçuların seçimində peşəkar baş məşqçinin son sözü olmalıdır, yoxsa idarə heyətində olan ümumiyyətlə heç zaman futbol oynamamış, futbolu ancaq televizor vasitəsilə və yaxud da ki, necə deyərlər, menecerlik etməklə, yəni futbolçu alverinlə məşğul olmaqla bunları, necə deyərlər,
həyata keçirmək olar? Yəni, hansının sözü son olmalıdır? Baş məşqçinin, yoxsa bax qeyd etdiyim kimi, ümumiyyətlə futbolda öz xidmətləri olmayan, meydançalarda tər tökməyən, futbolun taktikasından anlayışı olmayan insan tərəflərindən olmalıdır? Bu sualı buraxıram sizin ötənizə, hörmətli tamaşaçılar. Bu suallara siz şərh bölməsində yazarsınız. Bir çoxları bəlkə elə hesab edirlər ki, mən hər hansı bir, necə deyərlər, narazılığım var yeni gələn rəhbərliyin ünvanına. Xeyr, mənim üçün önəmlisi Kəpəz klubudur. Mən uzun illər Kəpəzin, necə deyirlər, azarkeşi olmuşam, bu gün də varam. Kəpəz bizim doğma komandamızdır. Kəpəzin adı həmişə üstündədir. Çox insanlar Kəpəzə rəhbərliyə gəlib gedibdilər. Bu heyət də gəlib gedəcəkdir. Ancaq Kəpəz klubu həmişə Gəncənin adını ucalara qaldıracaqdır. Ona görə də mən də şəxsən özüm bir Kəpəz azarkeşi kimi, bir jurnalist kimi, bir vətənpərvər insan kimi, Qazilər İctimai Birliyinin Gəncə filialının sədrinin müavini kimi bütün bu ictimaiyyət adından bu fikri açıqlayıram efir vasitəsilə və klubun rəhbərinə bir sual verirəm. Bu atdığınız addımları siz hesab edirsiniz düzdür? Yəni hesab edirsiniz ki, siz bütün bu başda baş məşqçinin təyin olunmasıdır, idarə heyətinin yenilənməsi və ora hansı insanların cəlb olunmasının ictimaiyyətin necə deyirlər, fikrini nəzərə almadan həyata keçirmənizmi? Yoxsa mı hesab edirsiniz ki, İlqar Nadirinin şəxsən mənə dediyi sözləri sizin nəzərinə çatdırıram ki, bu kluba bir yiyəsi tapılsaydı, mən klubdan gedərdim. Çünki artıq yorulmuşam, mənə artıq istirahət lazımdır. Əvəzində isə gördük ki, xeyr, o istirahəti icraçı direktor vəzifəsində həyata keçirmək istəyir. Bəli, həmin vəzifə istirahət üçün çox gözəldir. Çünki elə bir böyük məsuliyyəti yoxdur. Sadəcə olaraq aylıq maaş almaqla həmin vəzifədə oturub, gününü xaricdə də keçirmək olar, Bakıda da olmaq, yəni şəxsi məsələlərlə də məşğul olmaq olar. Yəni çox belə rahat bir vəzifədir. Ona görə də yenə deyirəm, Kəpəz klubunun bugünkü durumu, daxili prosesləri, aparılan işlər biz tərəfindən də baxılır, görülür və biz bu məsələləri heç vaxt, necə deyərlər, diqqət mərkəzindən kənarda qoymayacağıq. Ona görə də mən bir daha buradan Kəpəzin rəhbərliyinə müraciət edirəm. Kəpəzin keçmiş rəhbərində olub hal-hazırda klubda özlərinə yer tapan insanlara müraciət edirəm. Gəlin, ümumi Kəpəz naminə fikir ayrılıqlarımızı qırağa qoyağın, birləşəyin və mən müraciət etmişdim ki, İctimai Şuranın yaradılması, həmin İctimai Şurada ictimaiyyətin, medianın, futbol veteranlarının bir yerdə toplamı və eyni ilə də klubun rəhbəri ilə əlaqəli işlərin qurulması. Qaçmaq lazım deyil bu söhbətdən. Yenə də deyirəm, nə qədər ki, ardıcıl səhvlərə yol veriləcəksə də bir o qədər ciddi problemlər yaşanacaqdır və bu da klubun mənəvi durumuna ziyan vuracaqdır. Nə qədər güclü futbolçu da bura dəvət eləsəniz, əgər atmosfera sağlam olmasa, şəffaflıq olmasa və azarkeşlərin, ictimaiyyətin, futbol veteranlarının da hardasa da iştirakı olmasa, bu məsələlər hər zaman, necə deyərlər, problemlərlə qarşılaşacaqdır. Ona görə hesab edirəm ki, mən bu çıxışımdan klub rəhbəri bir, necə deyərlər, özləri üçün yol xəritəsi hazırlayacaqdılar və fikirləşəcəkdilər ki, həqiqətən də klubu Kəpəzin adı naminə, tarixi klubun adı naminə Kəpəzin öz doğma şəhərində, Gəncə şəhərində idarə etmək lazımdır. Bakıda deyil. Kəpəzin baş məşqçisinin təqdimatını Kəpəzdə, məhz onun akademiyasının binasında, medianın iştirakı ilə, ictimaiyyətin iştirakı ilə və bütün futbol sevərlərə, bütün, necə deyirlər, Azərbaycan futbol sevərlərinə nümayiş etdirmək lazımdır. Bakıda deyil. Bakıda hansısa da bir naməlum bir məkanda onu keçirmək bir o qədər də Kəpəzə şərəf gətirmir və eyni zamanda da yeni rəhbərinin ünvanına şərəf gətirmir. Bu çıxışımı mən qısa etdim. Hesab edirəm ki, gələcəkdə biz yenə də bir öz jurnalist araşdırmamızı aparacağıq və hesab edirəm ki, klub rəhbərliyi yaxın günlərdə bizim bir ay bundan öncə olan müraciətimizi də həyata keçirəcəkdilər. Başda idarə heyətinin sədri Namiq Qədirov olmaqla Elkin İbrahimov, Fərman Əlizadə, bunlar haqqında biz dosiye istəyirik və biz çox istəyərdik ki, klubumuza rəhbəri edən insanların haqqında ətraflı məlumat alaq. İnanıram ki, bu mənim sonuncu müraciətimdir bu mövzu ilə əlaqədar olaraq. Yaxın zamanlarda ictimaiyyət üçün, media üçün onlar haqqında məlumat açıqlanacaqdır. İndi isə mən sizdən xudafizləşirəm və gələn görüşlərə qədər deyirəm, özünüzü və yaxınlarınızı qoruyun. Sağ olun.